Bu günlərin mənzillərin qiymətlərində artımlar müşahidə olunur. Lakin bu qiymətlərin artımları inşaat bazarında olan materialların artımından heç bir bağlantısı yoxdur. Armatur, beton, çınqıl, qum, sement və digər inşaat materialları hamısı Azərbaycan istehsalıdır. Qiymət artımı materiallarda yoxdursa, binalarda, mənzillərdə də təsir eləməməlidir. Yəni inşaat məntiqi bunu deyir ki, əgər bu günlər inşaat materiallarında bir fərq yoxdursa, necə ola bilər ki, inşaat bazarında, mənzil bazarında qiymətlər birdən-birə 500 manat artsın? Muxtar Ertuğranın sözlərinə görə, bəzən inşaat işini həyata keçirən şirkətlər qiymət artımını görülən işin keyfiyyəti və torpağın baha olması ilə əlaqələndirirlər. Bundan əlavə, xaricdən gətirilən bəzi tikinti materiallarında olan qiymət artımı da arqumentlər sırasına daxil edilir. Ekspertin fikrincə, bu kimi nüanslar adətən bahalaşmada cüzi rol oynayır. Artıq binalar arasında keyfiyyət məsələsi deyil, brend məsələsidir, rezidens məsələsidir. Kim daha yaxşı ad fikirləşəcək və ya kim fasad örtüyünü daha maraqlı eləyəcək və yaxud kim dizaynı daha maraqlı eləyəcək, qiymət buna uyğun dəyişir. Amma biz onun betonuna, hörgüsünə, keyfiyyətinə baxdıqda heç birinin keyfiyyəti digərlərindən fərqlənmir. Bu günləri biz bir binanı tikmək üçün Avropadan heç bir inşaat materialı gətirmirik. Lakin binanın tikintisi qutarandan sonra və ya bina tikilən zaman həmin o mənzilin qiyməti Avropadakı mənzildən də bahadır. Ekspertlər